Gabriel Garcia Marquez Qırmızı Bazar Ertəsi romanında belə deyir. Şər dünyada deyil, insanın ürəyindədir. Bir insan öz içində gəzdirdiyi niyyətlərə görə formalaşır. Bir ürəkdə nə varsa, dünya ona görə məna qazanır. Bəzi gözlər dünyanı qaranlıq görür. Bəzi gözlər isə eyni dünyada işığı tapır. Çünki pislik ətrafda və ya hadisələrdə deyil, hər insanın öz düşüncələrində, seçimlərində və hərəkətlərində gizlidir. Hər bir insan öz qəlbində yaxşılıq və pislik toxumları gəzdirir. Kim hansı toxumu böyüdürsə, həyatı da ona görə formalaşır. Kin, nifrət və qəzəbi gəzdirən bir ürək pisliyi böyüdür. Şəfqət, sevgi və anlayışla dolu olan bir ürək ən zülmət qaranlıqda belə işığı tapır.